İyun ayı Ukraynanın Rusiya ərazisinə uzaq mənzilli zərbələri baxımından rekord ay olub. The Wall Street Journal yazır ki, Kiyevin pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi geniş miqyaslı hücumlar Rusiyanın hava hücumundan müdafiə sistemlərini getdikcə daha çox çətin vəziyyətə salır. Rusiya Müdafiə Nazirliyi Ukrayna pilotsuz uçuş aparatlarının vurulması barədə məlumatların sayının artdığını bildirir. Yerli hakimiyyət orqanları isə zərbələrin nəticələrini əksər hallarda texniki problemlər və ya infrastrukturun zədələnməsi kimi qeyri-müəyyən ifadələrlə izah edir. Lakin analitiklərin şişirdilmiş hesab etdiyi bu rəqəmlər belə bir tendensiyanı göstərir. Ukrayna uzaq mənzilli hücumların sayını artırır, Rusiya isə özünün geniş ərazisini tam şəkildə qorumaqda çətinlik çəkir. The Wall Street Journal və Ukraynanın Sağ Qayıt Fondunun hesablamalarına görə Rusiya may ayında öz ərazisi və işğal altındakı Krım üzərində 8849 pilotsuz uçuş aparatının vurulduğunu iddia edib. Müqayisə üçün bu rəqəm yanvarda 3676, 2025-ci ilin mayında isə 2504 olub. Hərbi Kəşfiyyat Şirkətinin təhlilinə əsasən, iyun ayında təsdiqlənmiş uzaq mənzilli zərbələrin sayı may ayı ilə müqayisədə təxminən 3 dəfə artaraq 12-dən 32-yə yüksəlir. Rusiya Müdafiə Nazirliyi 26 iyununa keçən gecə 660 Ukrayna pilotsuz uçuş aparatının ələ keçirildiyini və məhv edildiyini iddia edərək bunu müharibənin başlanmasından bəri Rusiyaya qarşı ən böyük pilotsuz uçuş aparatı hücumu adlandırıb. 18 iyununa keçən gecə Moskvanın Kapotnya rayonundakı neft emalı zavoduna zərbə endiriləndə isə Rusiya 555 pilotsuz uçuş aparatının vurulduğunu açıqlamışdı. Məlumatlar göstərir ki, Ukraynanın hücumları təkcə say baxımından deyil, effektivlik baxımından da güclənir. Bu il Rusiya ərazisində uğurla həyata keçirilən hücumların təxminən 35%-i məhz iyun ayında qeydə alınıb. Ukraynanın müdafiə şirkətinin həmtəsisçisi və baş konstruktoru Denis Shlerman bildirib ki, onun istehsal etdiyi pilotsuz uçuş aparatlarının bu qədər çoxunun Moskva neft emalı zavoduna çata bilməsi onu da təəccübləndirib. Onun sözlərinə görə, biz sadəcə çoxlu sayda pilotsuz uçuş aparatı istifadə etdik və onlar Rusiyanın hava hücumundan müdafiə sistemlərini yükləyərək müdafiəni yarmağa nail oldular. Beynəlxalq Sülh Fondunda çalışan hərbi analitik Michael Kaufman hesab edir ki, Ukraynanın hücumlarının daha effektiv olmasının səbəbi texnologiyanın inkişaf etməsi və Kiyevin əvvəlkindən daha güclü zərbələr endirə bilməsidir. Onun fikrincə, Rusiya hava hücumundan müdafiə sistemləri yalnız 1200 kilometrlik cəbhə xəttini deyil, eyni zamanda ölkənin geniş ərazilərində yerləşən hərbi, enerji və sənaye obyektlərini də qorumağa məcburdur. Ukrayna son illər Rusiyanın Ukrayna şəhərlərinə qarşı istifadə etdiyi taktikanı tətbiq etməyə başlayıb. Bu taktika hava hücumundan müdafiə sistemlərini çaşdırmaq və onların imkanlarını tükəndirmək üçün eyni vaxtda çoxlu sayda pilotsuz uçuş aparatının buraxılmasına əsaslanır. Bununla yanaşı, Ukrayna özü belə hücumlara qarşı çox pilləli müdafiə sistemi qurub və pilotsuz uçuş aparatlarının qarşısının alınması göstəricisini təxminən 90%-ə çatdırıb. Keçmiş hava hücumundan müdafiə zabiti və Ukrayna Milli Aviasiya Universitetinin tədqiqatçısı Valeri Romanenko bildirib ki, Rusiyanın Pantsir hava hücumundan müdafiə sistemi eyni vaxtda 4 hədəfdən artığını vurmaq imkanına malik deyil. Bu səbəbdən çoxsaylı pilotsuz uçuş aparatlarının eyni vaxtda hücumu hava hücumundan müdafiə sistemlərinin imkanlarını aşır. Romanenko'nun sözlərinə görə, hücumun ilk dalğaları həm də Rusiya hava hücumundan müdafiə sistemlərinin yerləşdiyi mövqeləri müəyyən etməyə imkan verir. Bundan sonra göndərilən pilotsuz uçuş aparatları həmin müdafiədə yaranan boşluqlardan istifadə edərək hədəflərə çata bilir. Londondakı Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun hərbi aviasiya üzrə eksperti Douglas Barry isə bildirib ki, Moskva ətrafındakı hava hücumundan müdafiə sistemi əsasən pilotlu təyyarələrə, qanadlı raketlərə və ballistik raketlərə qarşı qurulub. Onun sözlərinə görə, birdəfəlik istifadə olunan pilotsuz uçuş aparatları bu sistem üçün nisbətən yeni və mürəkkəb hədəf hesab olunur. Ukraynanın pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücumlar nəticəsində Rusiya hakimiyyəti ölkənin bir sıra bölgələrində yanacaq satışına da məhdudiyyətlər tətbiq etmək məcburiyyətində qalıb.